Salam uşaqlar. Bu günləri 3-cü sinif Azərbaycan dili iş dəftəri 2-ci hissə səhifə 43-ün izahını verəcəm. Feilləri kök və şəkilçiyə ayır. Feilin kökü apar, daha doğrusu feil aparacaq, feilin kökü apar, feilin şəkilçisi acaqdır. İndi biz digər sözləri kökə və şəkilçiyə ayıracağıq. Deməli, saxladı sözünün kökü saxla, şəkilçisi D olacaq. Saxla, şəkilçisi D. Barışır sözünün kökü barış, şəkilçisi ır. Gətirəcək sözünün kökü gətir, şəkilçisi əcək. Darıxdı sözünün kökü darıq, şəkilçisi D. Keçirik tapşırıq B-yə. Cümlədə ifadə olunan fikrə əsaslanmaqla feilləri boşluqlara yaz. Acgözün qarnı doyar, gözü doymaz. Ağıllı düşməndən qorxma. Ağılsız dostdan qorx. Qılınc yarası sağalar, söz yarası sağalmaz. Keçirik tapşırıq C-yə. Cümlələrdəki feilləri lüğətdən tapmaq üçün hansı sözü axtarmalısan? Uzaqda qarlı dağlar görünürdü. Görünürdü, görünmək. Nuray çoxlu şeir əzbərləyir, əzbərləmək. Cavidgil yeni mənzilə köçdülər. Köçmək feilini axtarmalıyıq. C tapşırığına keçirik. Feillərin kökünə şəkilçilər artırmaqla cümlələrdə işlədib yaz. Gəzmək feilini cümlədə işlədib yazacağıq. Şəkilçi artırmaqla. Məsələn, yazıram. Qardaşım çox gəzməkdən yoruldu. Gəzməkdən yoruldu. Sonra yorulmamaq. Atam çox yoruldu. Sonra əkmək. Nənəm göyərti əkdi. Sonra şumlamaq. Babam bağı şumladı. Bağı şumladı. Padşah musiqiçini saraya dəvət etdi. Bu fikir doğrudur.
Musiqiçi padşahın təklifini qəbul etmədi. Bu da doğrudur. Sonra vəzir musiqiçi ilə başqa ölkəyə yollandı. Bu fikir yanlışdır. Musiqiçi dəvə kərvanına rast gəldi. Bəli, bu doğrudur. Karvana yaxınlaşan musiqiçi eşitdiyi zınqırov səslərinə heyran oldu. Yanlışdır. Bütün dəvələrin boynundakı zınqırovlar bir yerə toplandı. Bu fikir də yanlışdır. Hamı yaranan musiqiyə valeh oldu. Bəli, bu doğrudur. Keçirik tapşırıq B-yə. Cədvəldə Çahargah əfsanəsi mətnindəki obrazların nitqi verilmişdir. Nitqin aid olduğu obrazı müəyyən et, obraza münasibət bildir. Mən xalqımdan ayrı düşsəm, heç nə yazıb yarada bilmərəm. Bu fikri kim söyləmişdi? Əlbəttə ki, musiqiçi söyləmişdi. Obraza yazırıq, musiqiçi. Münasibətimiz nə olar? Musiqiçi xalqından ayrı qala bilmirdi. Xalqından ayrı qala bilmirdi. Sağ qalmaq istəyirsənsə, ölkəni tərk etməlisən. Mən sənə kömək edərəm. Bu nitqi kim səsləndirmişdi? Bunu vəzir səsləndirmişdi. Münasibətimiz nə olar? Əlbəttə ki, vəzir istedadlı insanlara qiymət verirdi, dəyər verirdi. Vəzir istedadlı insanlara dəyər verirdi. Sonra, gəl sarayda yaşa, şərəfimə mahnılar qoş, razı olsan qızıl içində üzəcəksən. Bu fikri kim səsləndirmişdi? Bunu da padşah səsləndirmişdi. Münasibətimiz nə olar? Padşah istedadlı insanlara dəyər vermirdi. Padşah insanlara dəyər vermirdi.